Vizual cəhətdən cəlbedici kompozisiya yaratmaq üçün rəng dizaynına xüsusi diqqət etmək lazımdır. Düzgün seçilmiş rənglər filmin atmosferini və emosional təsirini artırır. Bəs ən uyğun rəng balansını necə qura bilərik? Bunun üçün həm kino, həm də brendinq sahəsində geniş tətbiq olunan 60-30-10 qaydası effektiv ola bilər. Bu prinsipə əsasən səhnənin rəng balansı belə qurulur. 60% dominant rəng, fon və ya əsas rəngi göstərmək üçün. 30% ikinci dərəcəli rəng, kontrast və vizual maraq üçün. 10% vurğulayıcı rəng, xüsusi məqam və detalları vurğulamaq üçün. Bədii tərtibatçılar çəkiliş zamanı bu qaydadan istifadə edərək dekorasiya, kostyum və işıqlandırma rənglərinə koordinasiya edir, filmin vizual və emosional tərzini formalaşdırırlar. Təbii ki, 60-30-10 prinsipi həmişə tətbiq olunmur. Xüsusilə minimalistik və stilistik yanaşmaya üstünlük verən rejissorlar monoxrom və ya iki rəngli palitolardan istifadə edirlər. Bu cür yanaşma tamaşaçının diqqətini rənglərin müxtəlifliyinə yox, daha çox işıq-kölgə oyununa və ümumi kompozisiyaya yönəltməyə kömək edir.